Deməli, Windows 11-də düzdür, ümumi versiyalar hələ düşmür. Ən başda var idi, yazmışam. Deyirəm, birdən xüsusilə versiyalar Windows 10-dan azdır. Düşüb eləyər. Windows 11 Home var, Pro var, Education Enterprise var. Nəysə, biz bunları danışdıq. Kontekst menündə danışmışdıq. Shift F10 keçən dərs, görünüş rejimləri bunları danışmışıq. İnterfeysləri danışdıq və drag and drop da buranı da danışdıq. Yəni buradan sonra hərəkət eləyək və diqqətlə baxaq. Deməli, qovluqlar ümumi olaraq baxın bura. Deməli, qovluqlar iki yerə bölünür. İstifadəçi qovluqları və xidməti qovluqlar. Başa düşün, istifadəçi qovluğu hamımızın tanıdığı, yəni ki, adi sarı olan qovluqlardır. Xidməti qovluqlar isə xüsusilə sistem qovluqları, arxiv, ümumi və şəbəkə. İndi bir yer deyəcəyim, ən çox tələbələr bax bunlarda səhv edir. Baxın, bax burada 5 dənə olan sistem qovluğudur. Amma normal bu sarı rəngdə olanlar, bunlar istifadəçi qovluğudur. Amma hamısı qovluqdur. İndi səhvi necə edirlər? Ümumiyyətlə 5 dənə sistem qovluğu var. Biz buradan göstərək. Deməli, network şəbəkə, recycle bin nədir o? Zibil qutusu, ZPC personal computer deməkdir. Control panel idarə etmə panelidir. Və bir də ki users file. Bax bu 5 dənə var ha. Bunlar sayılır sistem qovluğu. Amma məsələn bu sarı rəngdə olan bu sayılır istifadəçi qovluğu. Səhvi necə edirlər? Mən sual verirəm ki testlərdə. Burada neçə qovluq var? Bax suala baxın. Burada ümumi neçə qovluq? Ay soğuk. 6 qovluq. Bax indi dedim. 5 dənəsi nə qovluğu sayılır? Sistem qovluğu. Bir dənəsi nəyə sayılır? İstifadəçi qovluğu. Və inanın ki, ən çox tələbələr burada səhv edirlər. Biz sınaqları da, qəbulları da görəcəyik. Testlər də işləyir. İndi burada mən bir dənə testi tapsam, göstərəcəm sizə. Bircə saniyə. Super info. Burada olmalı. Ya burada, ya orada. Bircə saniyə. Hə, buradadır. Baxın, bax bu sualı hamıya soruşuram, hamıdan. Mesaj yerinə uşaqlar siz yazın onlaynlar. 10-cu sualın cavabı bir 10 saniyə gözləyək. Buyurun. Deməli, görək onlaynlar nə yazır? 6. Belə. 7 dənə qovluq var. Və bir daha deyirəm. Bir daha. 5 dənəsi sistem qovuldu. 1, 2, 3, 4, bir də ki 5. Bu 5 dənəsi sistem qovuludur. Bəs 2 dənəsi nədir? İstifadəçi qovluğu. Cəmi nə qədər olacaq? 7 dənə. Bu proqramdır ha, bildiniz. Reader'dir, Word'dir, Excel proqramların bura heç bir aidiyyəti yoxdur. 5 dənəsi sistem qovluğudur, 2 dənəsi də istifadəçi qovluğudur. Amma sual verirəm ki, ümumiyyətlə neçə qovluq var? Bax, diqqətli olun, bunlar çaşdırıcı suallardır. 7 dənə qovluq var. Hə, qoyublar deyəndə mən qoymuşam, mənim testimdir, çaşdırmaq üçün. Bunlar mən də özüm hazırlamışam, çaşdırıcı sualdır. 2-ni də qoymuşam, hər bir şəraiti yaratmışam ki, yəni 2 dənə götürsəz, Y-bəndi götürmür. 3 dənə götürsə və yaxud 5 dənə. Nə zaman 5 olar müəllim, nə zaman 2 olar? 3 onsuz olmayacaq. Neçə dənə sistem qovluğu var? Miqasım. Burada desək ki, neçə sistem qovluğudur? Bu 5 dənə götürsən. Amma neçə dənə istifadəçi qovluğu desə son 2 dənə. Amma bu proqram. Bax belə. Biraz burada çalışın, diqqətli olun. Yəni arxiv qovluqları da, bəli, arxiv qovluqları da qəbula düşüb. Bir bu zamok işarəsi, bir də ki kitab işarəsi. Elə belə göstərə də bilərik. Baxın bura. Bu zamok işarəsi arxivin znakıdır. Bir də ki kitabı yəqin çoxunuz görərsiniz də. Bu arxivin znakıdır. Belə. Əsas bax budur, xüsusilə sistem qovluqlardır. Və bu user, bunları istəyirsiniz göstərim. Sistem qovluqlarının heç birini kompüterdən silmək olmaz. Heç birini. Bunu da bilin, heç vaxt silmək olmaz. Və adını dəyişə bilərik, problem yoxdur. Bircə saniyə göstərim. Baxın, ekranın əsas ikonları. Görürsünüz, mən burada mikroservis yazsam da, orijinal adı nədir bunun? Users file, yəni istifadəçi fayllar qovluğu. PC nə deməkdir? Personal computer deməkdir. Recycle zibil qutusudur, network şəbəkədir. Control panel. İndi baxın bura. Sizə desəm ki, hansını znakın dəyişmək, yəni ikonunu dəyişmək olar?
Əslində kontrol paneldən başqa dördünü də Paneldən dəyişə başqa. bilərsiniz. Baxın, istəyirəm bax belə eləyim. Bunu da istəyirəm belə eləyim. İstədiyinizi başını oynasa bilərsiniz. Adını da dəyişə bilərsiniz. Znakın. Amma testə təbii ki düşəcək də. Testə nə verəcəm? Deyəcəm ki, hansı sistem qovluğunun ikonunu dəyişmək olmaz. Bir dənə nə yoxdur burada siyahıda? Kontrol panel. Bax bu da, amma bunların heç birini silə bilməzsiniz. Birdən desə ki, bəs iş masasından gizlədə bilərsiniz. Niyə gizlətmirsiniz? İş masasından hamısını gizlədə bilər. Amma yeri divli silə bilməzsiniz. Bax belə. Sistem qovluqlarda 5 dənədir, heç vaxt da silə bilməzsiniz. Belə. Bunlar da getdi öz içinə. Bir dənə korzinkaya girək. Və korzinkaya girməmiş, bax bir dənə qəbul sualları açaq. Hələ ki girməmişik. Bəzi suallar var ki, doğrudan da rahat suallar sayılır. Biraz ingilis dili bizə lazım olur. Baxın, bu sual imtahana düşüb. Deyir ki, ingilisinə tərcümə edin. Deyir, empty recycle bin. Bunun funksiyası nədir? Zibil qutusuna Boşdu, boş. atmadan Variantdır da. Boş sildim. deyince variantdır. Boştu söhbət. Zibil qutusunu təmizləyir. Bəli. Empty recycle bin zibil qutusunu boşalt. Yəni təmizlə deməkdir. Boş. Ona görə cavab burada B bəndi olacaq. Bildiniz? Hı Zibil hı. qutusunu Zibil qutusunu təmizlə. təmizləyin. Bomboş eləyir. İndi təbii ki, bu hardan salıblar? Nə var ki orada? Girək zibil qutusuna. Burada bu sualı salıblar. Empty recycle bin. Zibil qutusunu təmizlə. Düzdür. Bu recycle bin properties faylın xüsusiyyətləri pəncərəsini açır. Bu şeydir. Bütün hamısını bərpa elə. Bərpa eləmək nədir ingiliscə? Restore'dur. Amma hər hansı seçilmişi bərpa eləmək restore save select items. Belə. Empty recycle bin də gördünüz nədir? Təmizlədi, boşaltdı. Bu da belə. Bunlar çoxu praktiki suallardır. Ciddi əzbərçiliyə bir ehtiyac yoxdur burada. Bu şəkildə. Davam edirik. Bir dənə sizdən soruşsa ki, indi hard diski gördüm yadıma düşdü. Amma mən bir dənə qarışıq testdə bunu vermişəm. Yazmışam ki, hard disk ənənəvi olaraq hansı simvolla ifadə olunur? Bu sualı yazmışam. Və bir dənə istəyirsiniz o sualımı göstərim. Onsuz da biz testlər yazanda əlimizdən gələn qədər çaşdırıcı qoyuruq ki, neynəsiz? İlişəsiz. Təbii ki, dərsdə ilişəsiz də, indi imtahanda yox. Baxın. Deməli, burada belə bir sual var. 64-cü sual. Deyir ki, kompüterin sərt diski ənənəvi olaraq hansı? Hamı da deyir ki, müəllim, hard disk deyil bu. Götürür hard diskin haşin yazır. Amma Evet. hard disk əsas C diski ilə ifadə olunur. İndi göstərdim. C diski. Düzdürmü? Amma istəsən D diskinə də material yaza bilərsən, ayıra bilərsən. C, D, Y. Anladınız? Durub H dediyin haşin götürmür. Nə o? Ənənəvi olaraq hard disk nə ilə ifadə olunur? C diski ilə. Anladınız bunları? Yəqin ki, bu testi işləyəndə səhv eləməzsiniz inşallah deyək. Bunları da bağlayaq. Yenə deyirəm, bunlar danışacağım bugün hər şey əsasən praktiki hissələrdir. Yəni ciddi əzbərçili bir şey yoxdur. Yarlıq haqqında keçən dəfə danışdım da, düzdür. İndi əslində mən yarlığı niyə heç birinizdən soruşmadım şeyini, yaratma üsullarını? Deməli, yarlığın yaradılma üsulları bəzilərini testdə tapı olur. Məsələn, 20 yol qəbulunun yarlığın yaratması. Sağ düyməni basırıq, kontekst menüdən create shortcut. Düzdür? Yarada bilərik. Bax, yaratdıq. İkinci, bəs bir dənə bunu bilin ha. Testdə bu giriş shortcut'ı hamı yazır. Baxın bura. Send to əmri bir dənə sizə sual verirəm. Send to faylı, məsələn, flash kartı açsam, D diskini açsam, send to faylın özün göndərir, yoxsa kopyasını göndərir? Ancaq Öz. sürətini göndərir. Send to faylın sürətini Evet. göndərməkdir. Bildiniz. Amma bir dənə istisna var. Yalnız send to desktop eləsəz, görün nə yazılıb bura? Grid shortcut. Yəni ekrana nəyi açsaz onun yarlığı yaranır avtomatik. Baxın, testlərdə göstərəcəm bunu. Yəni indi 2 dənəsi oldu, bir də göstərək. 2 dənə hansı oldu? Biri send to amma iminli hara? Desktop, bir də ki nə? Grid shortcut. Getdik növbəti 2 dənə boş ekranda kontekst menüdə. Nə isə kopyalayıram. Gəlin başı aktiv göstərək. Bəs bunu biz paste eləyə bilirik. Bəs nə eləyə bilərik? Paste shortcut da eləyə bilərik. Bayaq deyin, bu nə? Bu ayrı, bu ayrıdır. Kopya ayrı, yarlıq. Bu da belə. Çətinlik olan bəs müəllim nədir? Klaviatura məsələsi. Klaviaturalar biraz əzbərçilikdə. Deyir 6 basıb mouse'un sol düyməsini tutub çəkmək.
Bir də ki, Ctrl Shift mouse'un sol düyməsi ilə tutub seçmək. Yəni burada göstərək bir dənə. Baxın, qırmızı rəngdə də qoymuşuq. Yarlıqın yaratma görsün nə yazmışam. Send to desktop. Sonra grid shortcut, indi bunu ham bilir. Sonra paste shortcut, new'dan da new'dan göstərmədim. Bu new'unu da göstərdim. New ümumiyyətlə yeni sənəd yaratmaqdır. İstəyirsiniz qovluq, istəyirsiniz yarlıq, hər hansı sənədi yaratır. Belə. İndi burada əsas məsələlər nələrdən ibarətdir? Pəncərə növləri var burada. Qovluq, dialoq, sistem, sonra. Bir dənə bura baxın. Əslində asan bir şeydir. Qovluq pəncərəsini hamı bilir də, bayaq dedik. Liboy bir qovluğu açdıqda açılan pəncərədir. Bu qovluq pəncərəsidir. Sorğu pəncərəsi bilirsiniz hansıdır? Bax bu help var ya burada. F1. Bax bu sorğu pəncərəsidir. Yəni hər hansı bir kompüterə sorğu göndərə bilərsiniz. Bu pəncərədir belə. Bəs yaxşı, bir dənə redaktə eləyək. Bəs bu nə pəncərəsi olar? Bir saniyə. Bu da dialoq pəncərəsidir. Biz dedik, dialoqu yaradan hansıdır? Əməliyyat sistemidir. Bu da nə oldu? Dialoq pəncərəsi. Bəs yaxşı, bir dənə də burada var ki, sistem və ya tətbiqi proqram pəncərəsi. Mən elə Word-ü açmışam da. Hər hansı Word, Excel, Paint, antivirus proqramı, hansısa proqram açırsınızsa, o nə olacaq? Sistem və ya tətbiqi proqram pəncərəsi. Bir daha deyirəm, papkanı açırsınızsa, Liboy bir qovluğu açanda qovluq pəncərəsidir. O sorğu sual verir, hə, save elə, eləmir. O, dialoq pəncərəsidir. Help, əməliyyat sistemi və odur. O kimi, hər hansı Word-ə Excel-ə girirsiniz, sistem və ya tətbiqi proqramdır. F1-i basırsınız, yəni help-i basanda da sorğu pəncərəsi. Bax, belə şeylər. İndi gəldik, File Explorer pəncərəsi anlayışı var idi. File Explorer pəncərəsi, bir saniyə. Bax, mən bunu demək istəyirəm ki, heç nə yoxdur burada. Görürsünüz, bomboş eləyiblər buralarını. İndi hamı baxsın. Əslində, Windows 11 kompüterin gətirəcəkdimi? Amma fikirləşdim ki, bu belə paralel göstərim ki, başa düşün. Bax, burada görürsünüz, fayl var, içi var, home içi var, şeyəni, düzdür. Amma Windows 11-də onlar yığışdırıldı. Bax, bunların heç biri yoxdur. Ancaq bunların biraz əmrləri var, onu aşağıda yazmışam. Amma hamısı əslində Windows 10-da var. Hamısı katdır, copy'dir, nə bilim, new'dur, delete'dir, melete'dir, bütün əmrlər və yaxud görünüş rejimlər zadlar var ha. Bunlar hamısı tək-tək Windowsda tək-tək göstərilib. Biz də tək-tək baxacağıq. Başlayalım. Bax, new'nu. New'nu mən bayaq da göstərdim, amma buradan da göstərirəm. Bax, Windowsda belədir. Bax, new. Yeni qovluq yarlıq. Biz bunu bayaq da göstərdik. Content menülərində. Bildiniz, new asandır, hər hansı bu. Sonra, burada nə var? Gəlirik bura. X düyməsi. Bu nədir artıq? Kat eləməkdir. Hə, onu burada artıq yazmışıq. New folder, bir dənə klaviaturasını bilin. New folder yeni qovluq yaratma. Onsuz da mən bunu 2 səhifəlik sənəddə vermişdim. Hə, deyil, buradadır. Ctrl Shift N. İndi məsələ nədir? Siz Word-də keçərsiniz, Excel-i bu hamısında bu new-nu keçərsiniz. Görürsünüz, new nə deməkdir? Yeni proqram pəncərəsi açmaq. Baxın. Amma Ctrl Shift N isə yeni qovluq yaradır. Gəlin yaradaq. Ctrl Shift N-i basıram. Baxın, yeni qovluq yaratdı. Klaviaturada biraz çox klaviatura var deyinə tələbələr çaşır. Sonra copy nədir? Ctrl C-dir. Cut nədir? Ctrl X-dir. Paste nədir? Ctrl V-dir. Belə təbii ki, buradan da göstərə bilərik. Hamısı var. Word, Excel, hamısını təkrar keçərsiniz. Sonra nəyimiz var? Rename nədir? F2. Bax, məsələn, bu imtahana düşən sualda əslində sadə. Deyir ki, seçilmiş qovluğun adını dəyişmək. Hər hansı qovluğun adını dəyişmək rename'dir. Onsuz bu birinci dərsdə də var, klaviaturada var, F2-dir. Vallahi rahat bir sual idi. Onsuz qəbullar işləyəndə görəcəksiniz. Burada çətin bir şey yoxdur. Windows 11-də biraz daha yaxşı olub əslində əvvəlkindən. Hə, sağlam ol. Delete əslində bayaq düzdür, Samilərdən soruşdum. Qayda, qanunla delete əslində indi keçirilir. Delete Ctrl D-dir. Bəs hər hansı faylı siləndə haracaya düşür? Korzinkaya düşür. Amma Shift Delete eləyəndə deyil, bir dəfəlik silinir. Baxın, indi göstərim bura. Baxın, bax bu korzinkaya X düyməsi qoyub da deyir ki, Ctrl D-ni, yəni Delete-i basanda korzinkaya düşür. Amma Ctrl Shift Escape basanda, baxaq, Shift Delete basanda isə nə olacaq? Korzinkaya Silinəcək.
Və mən burada yazmışam. Deyirəm birdən düşüb eləyər. Baxın, 2 səhifəlik materialda da xüsusilə yazmışam. Ən sonda, baxın, yazmışam ki, əgər zibil qutusuna faylı bərpa edən əmrin adı restoredur, bunu mən bayaq göstərdim. Gəlin bir də göstərim. Bayaq demədim, restore. Düzdür? Restore nədir? Zibil qutusuna düşən faylı bərpa edir. Bəs mən yaxşı, hamısını silmişəm. Buradakı faylar hamısını sildim. Bəs bu fayları bərpa eləmək ucu biraz ağır məsələdir, amma olur. Və o bərpa eləyən proqramın adı nədir? Recover proqramıdır. Elə belə istəsiz. Var ha, istəsiz buradan göstərə bilərəm. Bu özün proqramıdır. Yəni göstərim bir dənə. Bir saniyə. Recover proqramı. Baxın, bu özün proqramıdır. Windows'a ayrılan proqram. Belə. Bunlar da getdi öz işinə. Davam eləyək görək nəyimiz var, nəyimiz yoxdur. Sonra növbəti düymə sort əmri. İndi deyəcəksiniz ki, müəllim biz sortu bax, mən hamı deyirəm. Mən sizdən sortu yalnız bunu istəyirəm. 4 dənə idi. Adına görə, ölçüsünə görə, tipinə görə dəyişik tanımır. Düzdür? Həmin bizə verilən şeyi bir daha deyirəm. Onsuz da Windows'da var idi. Yəni Windows'u kimsə əvvəl keçibsə, onsuz da görəcək ki, baxın, deyin, eyni şey burada da var. Sıralamaqdır, qruplaşdırmaqdır. Tabloların hamısını əzbər bilməyə ehtiyac yoxdur. Amma bir dənə iş masasını bilməlisiniz. Çünki o düşür. İş masasındakı faylları hansı əlamətlərə görə nizamlamaq belə. Sonra hətta qruplaşdır. Bu da görünür. Mən bayaq bunu deyirəm. Görünüş rejimlərində diqqətlə qulaq asın. Çünki testdə 4 dənəsini soruşa bilər. Hamı bura baxsın və test də göstərəcəm sizə. Deməli, hər hansı bir sənəd götürək. Bu məsələn extra large'dır, large, medium bunları soruşmur. Amma bu 4 dənəsini soruşur. Listə qayda belədir. Hamısında zınaq kiçikdir. Listə heç bir məlumat olmur. Görürsüz? Amma buna oxşayan DTS-dir. Yenə zınaq kiçikdir. Amma DTS təfərrüatlardır. Yəni bütün məlumatları sağ tərəfdə nə edir? Göstərir. Bir daha deyirəm. List zınaq kiçik məlumat yoxdur. DTS zınaq kiçik amma məlumatlar var. Ən çətini TAIS-dir, ən çox da o düşür. TAIS-i bilmək üçün kontenti bilməliyik. Kontentin qəşəng qaydası var. Əgər faylların altına nazik xəttlər gedir, görə bilirsiniz xəttləri? Bəli. Ən qəşəng qaydadır. Əgər faylların altına xətt gedirsə, ancaq kontent götürürsünüz. Yəni materialda da yazmışam o cümləni. Çətini TAIS-dir. Niyə? TAIS-da həm sınaq böyükdür, xətt yoxdur. Ümumiyyətlə, bir dənə belə göstərim. Görürsünüz 129 megabaytı. Hər birinin ölçüsü fayla bitişik yazılıb. Bax. Görürsünüz bitişikdir. İndi bir daha göstərim. 4 dənə necə sual verəcək? Baxın bir daha. Listə zınaq kiçikdir, məlumat yoxdur. Listə zınaq kiçikdir, məlumat yoxdur. DTS də kiçikdir, amma məlumat var. İndi zınaq biraz böyüyür. Əgər zınaq biraz böyüksə, xətt varsa kontentdir. Zınaq böyükdür, xətt yoxdursa ancaq TAIS götürməlisiniz. Biraz TAIS çətin deyil, ən çox bunu verirlər testlərdə. Və biz də testlərdə verəcəyik. TAIS daha böyük. Daha böyükdür, amma xətt olmayan həmişə. Seriallar TAIS kontentdən də böyükdür. Amma kontent asandır. Xətti gördün yaz. Və gəldik Navigation Pane. Bax, çox adam deyirəm, Windows 11 daha fərqlidir. Xeyr, hamısı bunun içində var. Hamısı var. Baxın, mən heç kimə bu günləri niyə bunu soruşmadım? Heç kimdən. Ay preview pane nədir, bu nədir? Çünki keçməmişəm ama keçmədiyim şey necə soruşum? Bax, görürsünüz, bunları heç kimdən soruşmadım. İndi göstərə bilərəm artıq. Bax, Navigation pane bilsiz nədir? Şəkilə baxın, pəncərənin hansı hissəsi yazılıb şəkildə? Sol hissəsi. Bax, bu var ha. Bax, bura Navigation pane. Bax, bura. Yəni, belə artırıb azalda da bilərsiniz, problem deyil, belə. Navigation pane nədir? Hərəkət panelidir. Belə artırıb azalda bilərsiniz. Bəs mousu gətirəm üstünə. Klaviaturası var, yoxdur. Amma preview pane alt P-dir, DTS alt shift P-dir. İndi mən bunu izah edeyim. İnanın ki, bu mənə çox köməkdir. Bax, hansısa bir qəbul axtarıram. Hansısa bir informatika sual axtarıram. Mən indi bilmirəm də oktyabr qəbulundadır. Belə basıram. Görürəm ki, burada deyir, təzən bağlayıram. Düzdür. Bəs mən hər dəfə belə elədiksə, mənim vaxtım gedir axı. Preview sənədin ön baxışıdır. Sağ tərəfdə bir dənə boşluq çıxır. Və mouse'un sol düyməsini bir dəfə klikləyəndə onun içi görsənir. Baxın. Açmaram ha. Eləcə bir dəfə. Bəs yaxşı, bunu redaktə edə bilərəm? Sağ ol. Xeyr, çünki sadəcə ön baxışdır.
Details pane deyil, asandır da. Details, detallar. Yəni, bəli, detallar, yəni məlumatlar. Baxın, hər fayl haqqında məlumat verir. Anladınız bunu? Belə bir şeydir. Çətini bəs nədir, müəllim? Hə, testdə gələndə görərsiniz. Alt P nə oldu? Preview pane, Alt Shift P, Details pane. Belə. Yəni, əslində hamısı Windows 10-da var idi. Hamısını da burada yazmışam. Görünüş rejimlərini danışdıq. Bunları yazmışam o. Sonra bir de ki Windows 11'de Windows adı hamısını dedik. Bir de ki bu 3 tane nöqtə olan düymə var. Bunu basanda da belə əmrlər. Bu əmrlər əslində hamısı burada var. Yəni yenə Windows'a qayıdıram. Bax bu var ha, Andoredo. Mən keçən dəfə izah eləmişdim. Bu siz də görün. Andoredo. Ando nə idi? Son əməliyyatın ləğvi idi. Redo nədir? Ləğv olmuşun yenidən bərpası. O Mən kontrol Y. Ctrl Z, Ctrl Y. Düzdür. İlk bəli bəli. Bax, bunu bağlayın. Bax, göstərim hamısı. İndi burn to disk var. Failin diskə yazılması. Sadəcə, əslində sizə biraz niyə rahat oldu? Mən testə vermişəm ki, failin diskə yazılması hansı tabın içindədir, menünün içində. Baxın, hansı menü içindədir? Share'də. Amma Windows 11-də menülər siliblər də. Burn to disk failin diskə yazılmasıdır. Hamısını göstərəcəm. Failin arxivə göndərilməsi. Ümumiyyətlə, bura baxın. Budur da o da. Yəni, failin mailə göndərilməsi. Ümumiyyətlə, share nə deməkdir? Paylaşmaq da. Maillə paylaş və yaxud arxivə göndər, WhatsApp-a göndər və s. Sonra nədir burada? Favoritdə. Favorit bilsin nədir? Yəni sevimli qovluğunu daxil elə. Bu qovluqlar məsələsində o da burada var idi. Əslində bax onlar buradadır. Daha doğrusu burada. Yəni istəsiz kitabxana yarada bilərsiniz. İstəsiz öz favoritlərinizi. Favorit şeydə sevimlilər. Yəni hansı qovluqlar istəsiz burada yaradıb ora ata bilərsiniz. İndi çox da kimsə nə ilə lazımdır bunu bağlayaq. Sonra nədir? Copy paste. O da burada var. Baxın. Copy nə deməkdir? Failin sürətini çıxarmaq. Amma copy paste var. İndi yaxşı görsənmir. Failin yolunun znakını qoyublar bura. Copy paste nədir? Failin yolunun kopyasını çıxartmaq. Yəni hansı yolsa birbaşa oraya gedir. Düzdür, biz çox da istifadə eləmirik bundan. Select all. Select məsələlərini gəlin danışın. Baxın. Baxın, hamısı var burada. Ona görə hava obli computer getmədim. Başlayaq selectləri. Select all nə deməkdir? Hamınız bilərsiniz da. Hamısını seç. Klaviaturası nədir? Ctrl A. Select none nədir? Tərcümə eləyilir. Heç birini seçmə. İndi belə bir inverse selection izah edəcəm, amma belə bir məlumat var. Mən shift-i basıramsa və online təzəyin basıramsa, bax burada basmışam. Shift ardıcıl faylları seçməkdir. Bir daha deyirəm. Infonu seçmişəm. Gələm 17 dekabra. Baxın, shift-i basanda necə seçir? Shift ardıcıl. Amma Ctrl basanda necə seçir? Ardıcıl olmayan faylları seçmək Ctrl-landır. Bəs bu nədir? Seçimi dəyiş. İndi mən bunu bassam nə olacaq? Seçilənlər seçilməyəcək, seçilməyəcək. Yəni seçimi dəyişsən də, baxın, anladı hamı. Yəni çətin praktikası yoxdur da, bir daha deyirəm. Bu seçimi dəyiş deməkdir. Bu hamısını seç, bu da heç birini seçmə. Belə bir şeydir. Sadəcə belə tək-tək veriblər bura. Bir də ki, properties məsələsi materialda ver. Properties faylın xüsusiyyətinə baxmaq. Hər bir faylın xüsusiyyətinə baxanda sağ düyməni kontekst menüdən basırıq, bax bunu belə. Düzdürmü? Amma klaviaturası biraz mənasızdır. Çünki kimin əyninə lazımdır? Alt Enter. Yəni sən bu fayl üzərində baxın, Alt Enteri belə bassan, Properties pəncərəsi açılacaq. Amma inanmıram ki, kimsə onu Alt Enterini hamı sağ düymədən bir dənə belə basırdı. Lazım olanda baxır bura. Bu şəkildə olan bir şeylər. Sonra nəyimiz var? Bəli, əslində bu Windows dərsi nəinki bizdə doğrudan da Windows-dur, Word-dur, Excel-dir. Mən müəllim olsam, yəni mən proqram hazırlasam ki, nə düşsün? Valla birinci Windows-dan başlayaram. Kompüteri hamı bilməlidir. Sonra Word, Excel, PowerPoint bunları keçərəm. Ta nəinki proqram təminatı, o nəyə deyilir, tətbiq nəyə deyilir, RAM hara gedir, ROM hara getdi. Yəni biraz onlar bizə lazım deyil. Kompüterdir. Failin kontekst menüsünü çoxun danışdıq. Bir dənə hamı diqqətlə qulaq assın. Bir dənə bunu izah edin. Failin kontekst menüsünə qovluğun kontekst menüsü arasında 4 dənə əsas fərq var. Bax onu bir dənə göstərim. Praktiki biraz yuxarı qoymuşum deyirsən. Elə mi? Hamı baxsın bura. Hamı.
Bax, bu faylın kontekst menüsüdür. Bu da qovluğu. Düzdür? E, Bəs sizə desək ki, boş ekran ekranın kontekst menüsü Liboy boş ekranda sağ düyməni bas odur. İndi faylın kontekst menüsünə, qovluğun kontekst menüsü arasında 4 dənə fərq var ki, o burada var, burada yoxdur. Onu məntiqlə yad saxlayın. Baxın. Deməli, open nə deməkdir? Bilirsiniz də açma. Hansı faylı açır? Seçdiyin faylı. Bəs bu qovluqda open əmri ola bilər. Open nədir? Open olsa olacaq, bu qovluğu açacaq. O problem deyil. Sizi göstərək. Təbii ki, qovluğu açacaq. Bax, məntiqlə indi nələr olmaz olar deyil. Olanlar nə deyir? Baxın, edit nə deməkdir? Bu faylı aç, redakt elə. İndi burada necə edit olsun ki? Bəlkə bunun içində 100 dənə fayl var. Hansı faylı açsın ki? Bəlkə video var. Ona görə burada edit olmayacaq. İkinci məntiq. Bu faylı yeni proqram pəncərəsi kimi aç. Açdı mı? Bir saniyə. İndi bəs bunun içində bəlkə 100 dənə sənəd var. Orada hansını açsın? Niyə ona görə burada olmayacaq? Üçüncü məsələ. Print nə deməkdir? Çapa ver. Hansı faylı çapa verir? Konkret bunu seçmişəmsə bunu çapa verir. Düzdür? Bəs bu qovluğu necə çapa vermək? Bəlkə bunun içində video var, mahnı var, 1000 dənə fayl var. Başa düşün, heç vaxt qovluğu çapa vermək olmaz. Görürsünüz, print də yoxdur. Və bir də bu faylı OpenViz var. Hansı proqramla açmaq istəyirsən? Əgər Word-ü seçmisənsə, Word-ə oxşar proqram verəcək. Microsoft Edge ilə mi aça bilərsən, Acrobat Reader ilə mi aça bilərsən? Videoda nə təklif eləyəcək? Bunu təklif eləməyəcək bizə. Düzdür? Bu yarlıq dilində orijinal bir sənəd olsa, videoda onu təklif eləməyəcək. Deyəcək ki, şeydir, media player-nə açaq. Dediyim nədir? Bu faylda OpenViz əmri mütləq olmalıdır. Çünki bu faylı nə etmək lazımdır? Hansısa proqram, amma burada OpenViz ola bilməz. Çünki OpenViz hər proqramın özünə görə sənə nümunələr verir. Bir daha deyirəm. Mən əgər videonu OpenViz-in eləsəm, mənə deyəcək ki, media player-lə mi açmalısın, yoxsa internetdən baxmalısın. Word-ü basıramsa, Word-də görürsünüz, sənə media player niyə göstərsin ki, Word-ə uyğun proqramlar. Ona görə bir daha deyirəm. Burada 4 dənə əmr var. Edit, sənədin redaktə eləmək, yeni proqram pəncərəsi kimi açmaq, sənədi çapa vermək və sənədi başqa proqramla açmaq. Bu, qovluqda olmayacaq. Və bizim ən əsas məsələlərimiz bax bu sonda qoyulan kontrol paneli bir dənə deyim, çox ciddi bir şey yoxdur. Kontrol panel bütün proqramların kompüter ustanovkası, kompüterdən silinməsi hamısı oradadır. İdarə etmə paneli adlanır. Baxın. Və burada birdən düşər, amma inanmıram, prosta qırmızı və qara rəngdə qoymuşam materialda. Kontrol paneldə 3 görünüş rejimi var. Bunu birisi ilə qarışdırmayın. İş masasında düşüb baxın. 3 dənə idi, hamınız bilirsiniz. Large, medium, small. Amma yox. Burada sadəcə medium'u çıxardıblar. Bir saniyə. Baxın, large icon, small icon, bir də ümumi kateqoriya şəklində. Hər ehtimala qırmızı qoymuşam, testlə də verəcəm belə. Və ən əsas məsələ, ən çox imtahanlara düşür, artıq son vəziyyət salıblar. Hamı diqqətlə qulaqsın, bu son səhifə var ha. Demək olar ki, artıq son bir ilin qəbula ən son. Windows'un aksesuarları anlayışı var. Sonra Windows sistem qovluğuna nələr daxildir və ease of access və imtahanda olanlar biləcək, son imtahanda göstərə də bilərik. Deməli, 2025-i bir dənə açaq. Baxın bura. Deməli, 2025 son qəbulu açaq. Fərqi yoxdur. BAD, BAC. Deməli, burada da 3-cü suala baxaq. Windows Ease of Access kateqoriya qrupuna aid olmayanlar hansıdır, olanlar hansıdır? Diqqətlə baxın. Gəlin bunları bir daha görsək. Əslində biz Windows-un aksesuarlarını proqram təminatına keçmişik, amma başdan bir daha deyək. Windows-un aksesuarları bilirsiniz də standart proqramlardır. Heç kim bunu silə bilməz. Və bunlar hamısı hansı yaddaşa bərk edilib? Həmişə kompüterdə oldu. Roma bərk edilib, bəli. Karakter display. Əslində onlar hamısı buradadır, olmağına. Baxın bura. Bax, Windows-un aksesuarlarını açım. Bax, budur. Məsələn, hər hansı simvol xəritəsi də belə aça bilərsiniz. İnternet Explorer bilirsiniz də, yəqin artıq bunu çıxardıblar.
Bunun yerində nədir dedik? Microsoft Edge'dir. Mass input. Mass input'u burada da görəsiz ha. Baxın burada. Hamı ekrana baxsa daha yaxşı olar. Göstərim. Nə axtaracaqdım? Hə. Bir dənə mass input'u göstərir. Word-də də keçəcək, Excel-də də. Bu birisi nədir? Belə qəlemlə ISO yazsan, onun elektron variantını göstərir. Belə. Düzdür, proqram özü verilmir bu nədir? Amma Notepad-i bilirik. Mətin redaktorudur. Notepad varsa mütləq WordPad də olmalıdır. Baxın. İndi iki dənə əmr var. Paint-dən heç nə. Bilirsiniz, məntiqdə bütün gün Paint-dən istifadə edirlər. Bildiniz? Photoshop nədir? Sonradan yüklənən proqramdır. Photoshop-u silə bilərik istədiyimiz vaxt. Photoshop-u nə Bəli, bəli, nə vaxtsa silə bilərik. Amma Paint-i mən yükləməmişəm axı. Üstündə gəlibsə heç vaxt bəli. Üstündədir, o silmək olmur. heç vaxt. Və bu nədir? Standartdır. Və bu da düşüb ha qəbula. Deyəsən şeydə idi. Martın imtahanda düşdü standart proqramlarda. Bunu verdi. Quick Assist və bir də siz Snipping. Snipping göstərəcək. Bu birisi nədir? Uzaqdan kompüterə bağlanan kompüter şəkli var. Kompüterlə əlaqə yaratmaq üçündür. Digər şəxs sənin kompüteri idarə edir. Bu da uzaqdan ay su, endisk. Sağ ol. Bilirsən ha, endisk proqram vermək üçün. Bu nədir? Bu da birbaşa ekrana bağlanır. Sənin proqramı, ekranı idarə edə bilər. Amma Snipping tool'un içi birdən düşür, testində də var. Ona görə onu göstərməliyəm mən sizə. Deməli, Snipping tool'u bir dənə göstərək. Amma özüm belə gəlib gedəm, o şeydən axtarmıram da. Poisk. Snipping tool bilsin nədir? Ekran hər hansı təsvirin şəklini çəkmək üçün nəzərdə tutulur. Yəni, istəsiz şəkil formatı kimi yadda saxlaya bilərsiniz. Bir dənə açılsın bu. Açılana qədər açıldı əntiqə. Bax bura, istədiniz hər hansı istəyən şəkil kimi. İmtahana bu üç dənəsi düşmüşdü. Yazmış ki, standart proqramlara aid olanları göstərin. Gəlin mən bir dənə o imtahanı da göstərim sizə. Mən hər dəfə göstərirəm ki, biraz ciddi yanaşın. Valla nə keçirli düşürüb, burası oxumaq lazımdır. Burada. Hansı qəbul? May qəbuluydu. Bir saniyə, may qəbulu hardadır? Mayda düşmüşdü 100%. Biz mayda da iştirak eləmişdik. Hə, deyiləm. Baxın bura, hamınız baxın. 64-cü sual. Deyir ki, Windows aksesuarlarına hansı aiddir? Administrative tools hansı? Aksesuarlı biləndən sonra nə var ki? Step Recorder, Remote Desktop Connection, bir də Snipping Tool. Bu üç dənəsi. İndi Step Recorder'da birisi nə idi? Yəni, hər hansı, burada vermişəm də, Step Recorder. Hər hansı səsi mikrofondan yazaraq səs faylı kimi yadda saxla. Multimedia faylı kimi. Belə. Bunları bilməlisiniz. Media Player'də bilirsiniz də hər hansı multimedia faylını açmaq üçün. Müəllim, bunlar tətbiqi proqram sayılır. Hamısı tətbiqidir bəs nə? Standart proqramlardır. İndi imtahanlara bura hələ düşməyib. Birdən düşüb eləyər. Baxın. Windows'un sistem qovluna aid olun. Bəlkə sabahda bu düşəcək. Baxın, indi son imtahanında olan şəxslər bilir də, bu qəbula düşdü. Ease of Access qovluğuna aşağıdakılar hansı aiddir? Magnifier, yəni ekran lupa şəklində böyüdüb kiçiltmək. Narration əmrini PowerPoint-da da görəcəyik. Kompüteri səslə idarə etmək. Necə ki, bayaq Siri proqramı kimi dedik. Klaviatura ekrana gətirmək. Bir də ki, bu Windows Space Recognition əmri bu var ha. Sırf Windows'un ən müasir versiyonu. Yəni, ancaq Windows 11-də istifadə olunur. Windows 10-da olsa da aktiv istifadə oluna bilmir. Bu, birdən adı düşə bilir. Deməli, bir də ki, Windows Administrative Tools. Buna da baxın, bunlar da deyək və bununla da iyi. Bayaqki sualda görürsünüz, hansı vermişdi admin? Disk Cleanup, onu çox adam bilir. Disk Cleanup, diskin lazımsız faillərdən təmir edən. Bunlar hamısı utilitlərdir. Defragmentasiya isə disk və diskətdəki diskin, hard diskin, sərt diskin işini daha da optimallaşdırır. Bu task shoulder'dır nədir? O kimi əvvəlcədən təyin olunmuş proqramlar avtomatik icra. Yəni bu bizə çox da lazım amma birdən şey düşər də. Necə ki imtahana düşür. System information'da hər hansı informasiya almaq. Bir dənə sonu bağlamamışam. Baxın bura. Bu da son imtahan. Easy of Access kateqoriya qrupuna nələr daxil edir? Bayaq dedim. Olmayan. Yox, daxil olmayan götürək. 2 daxil değildi. Sonra bu daxil değildi.
Bir də ki, sistem, configuration da yazılır, information da yazılır. Əsas nə yoxdur? Hətta yoxdur deyir də olsa sualda. Deyir hansı yoxdur? Yəni nə var orada? On screen keyboard var. Windows Speech var. Netflix çıxış yok. Göstərim bir dənə. Video saniyə. Göstərmədim ondan o. Easy. Hə. Deyinə bu. Hə, bunu dedim də var. Dedim ki bu şeydir. Nədir onun adı? Kompüterlə səsini idarə eləmək üçün amma yoxdur bu. Ancaq Windows 11 aktivdir. Hə, nə düşmüşdü? Bir də klaviatura ekranı aktivləşdirir. Birisi nədir klaviatura? Klaviatura bəzən lazım ola bilər. Yəni bax belə ekrana gətirə bilərsiniz. İstəsiz klavye, paste up, paste down zad əmrləri, enter space, yəni istəsiz gətirə bilərsiniz. Amma bunu buradan da eləmək olar. Deməli, ink workspace əmri var. Estağfurullah, o yox, klaviatura, keyboard hanı? Bax bu. Gəlin bir dənə bunu göstərim, elə belə. Klaviaturanı bir dənə aktivləşdirək. Buyurun. Bildiniz, belə də. Sizə demir, durum praktiki yarar. Amma düşür də, bunlar hansı kateqoriyaya aiddir. Və mütləq artıq testlərdə də biz bunları daha çox vermişik. Sabah bəlkə indi bu düşəcək. Windows Administrator Tools'a nələr aiddir? 4 dənə götürməlisiniz bu şəkildə. Və bayaq da dedim, Windows Ease of Access'e ait olmayanlar. Nə vermişdi variantda? Yalnız ikisini vermişdi. Düzü testi hansı vermişdi? Bax bura bir dənə də yalnız ikisini verib. On screen keyboard'u verib, bir də Windows Speech verib. Belə ait olmayanları deyilsə, o şimdi 1.4.5'i götürsüz. 2.4.5 hesab. Belə. Baxın, bu da sizin Windows'unuz, amma xüsusilə son səhifə bu qovluqları mütləq şəkil öyrənin. Çünki ən çox son illərdə, ən çox artıq ora girib oradan suallar verirlər ki, hansı aiddir, hansı aid deyil. Və artıq biz də sonra rekordu tamamlayaq.